Sən sualları yazanda da İsmail. Hı. Sərbəst və rahat olacaqsan. Biz sənə hansı sualları verməliydik? Ben prezident olsaydım Sən elə həqiqətən də rəyana prezident olmaq keçirinə görə birinci sual onu yadda saxlayırsan. Düz deyil? daha sonra ad, soyad. Tamam. Başlayaq. Danışaq sənin. Uşaqlar sizin yaşlı uşaqların rahat. Yox, problem deyil. İstəsələr uyğun deyil. Hə. İsmail, bugün mən sizin qonağınızam. Bakıdan gəlmişəm. Və sənin müəlliminəm. Biz hansı fənlər üzrə dərs keçirik? Bəlkə sən məlumat verəsən o vaxtda. Tabiat, tarih, fizika, biyoloji. Bir də Milli Akademisinin dərsləri var, onlarda salmışıq sonraki vaxtda. İsmail, sən neçənci sinif tələbəsən? 4. sınıf tutardım. Birdən danışsa, sən aşağıdan gəlməzsən. 4. sınıf. Hə, 4-cü sinifi qurtardın. Cihaz geri fırladan. Tamam, belə keçək. Bunlar deyir ki, bizi belə qoy. Qoyaq, belə problem deyil. Bax, belə istəyir. Sən neçənci sinifin tələbəsən? 4. sınıfı tutardım, 5. 5-ə keçdin. Bizim dərslərimiz neçənci siniflərin dərsidir? Biz hansı fənlər tədris edirik? 7. sınıf. 6-cı sinif, 7-ci sinif. Deməli, nəyə deyə bilərəm? Əziz dinləyicilər, İsmail 4-cü sinif tələbəsidir, 5-ci sinifə keçir və mənim tələbələrim 6-cı və 7-ci sinif tələbələridir. 6-cı sinif qutarıb 7-ci sinifə keçənlərdir. Bir də ki, 7-ci sinifi qutarıb 8-ci sinifə keçənlərdir. Bugün mən söz verdiyim kimi İsmailgilin qonağıyam. Bakıdan gəlmişəm. Masallı rayonunda. Kəndimizin adı yadımda deyil, Təzəkənd. Təzəkəndə gəlmişik. Həqiqətən də gözəl, sakit, havası xoş olan, dəniz kənarı bir kənddir. Hərçənd ki, dənizi görməmişik. Amma inşallah İsmail bizi orada aparır. Mən ənənə olaraq uşaqlarımın evlərinə qonaq gedirəm. Nə qaydada gedirəm? Uşaqlar həqiqətən də oxuyurlarsa, dərsi davam etdikləri gözəldirsə, söz verdiyim kimi onların görüşünə gedirəm. Baxmayaraq məsafə uzaqdırmı, yaxındırmı, uşaqların söz verdiyim kimi onların evlərinə qonaq gedirəm. İsmail mənim seçilən tələbələrimdəndir. Çox gözəl dərs öyrənmə qaydası var, üslubu var və demək olar ki, mənim bütün dərslərimə hazırlıqlı gəlir. Bir çox fərqli xüsusiyyətləri var. İndi biz onların haqqında danışmaq istəyirik. İsmail, mənə de görüm, niyə bəzi uşaqlar dərsləri oxumaq istəsələr də çətinlik çəkirlər, amma bəzi uşaqlar sənin kimi çox rahat oxuyurlar. Çünki onlar boş vaxtlarında kitabı çox oxumurlar. Həm də ki, yəni, müəllimi dinləmək lazımdır. Müəllim oxuduğu şeyləri özləri də təkrarlasa, həmin şeyləri müəllimsiz də öyrənə bilərlər. Ay, sonra sən ikinci mənim tələbəmsən, mümkünsə yuxarıdan danış. Sən mənim ikinci tələbəmsən, eyni sözləri səndən qabaqki görüşünə getdiyim, qonaq olduğum Emin də təkrarladı. Deməli, birinci uşaqlarda problem hardan yaranır? Dərsi öyrənə bilməmə səbəbləri hardandır? Onların dərsi öyrənilməmə səbəbi dərs vaxtı onların fikirlərinin başqa yerdə olması. Ay, sağ ol. Məsələn, mən baxa da bilərsiniz, əziz dinləyicilər. Bizim YouTube-dakı kanalımızdakı dərslərə də baxa bilərsiniz. İsmail, mən dərsi deyən kimi baxmayaraq 6-cı sinif uşaqlarda otururlar, 4-cü sinif İsmaildir, 4-cü sinifdə oturur. İsmail o uşaqların hamısından daha tez dərsi çox gözəl qaydada izahını verə bilir. Bu baxımdan mənim üçün də maraqlıdır. O birisi uşaqlara da həmişə də deyirdim ki, İsmaildən örnək götürə biləcək çox tərəfləri var. Həm o baxımdan yaxşı dərsi müəllim deyəndə, yaxşı, mənə izahını ver, biraz da açıq mənadadır. Sən o dərsə qulaq asanda, mən sənə dərs izahı verirəm. Sən o dərsə qulaq asanda, onu beynində canlandırırsan, diqqətin məndə olur, yoxsa əzbər kimi rahat deyə bilirsən. Səbəbi nədir bunun ki, de görüm, daha rahatçılıqla deyə bilirsən? Birinci sizi dinləyirəm, daha sonradan həmin dərsi beynimdə analiz edirəm ki, bu budur, bunu yadımda saxlamalıyam.
yadda saxlamaqmı yoxsa onu təsəvvür edə bilirsən ki, həyatda dediklərini bir yerə qoya bilirsən. Bəzən o elmi terminlər də olur orada. Qoya bildim. Qoya bilirsən. Deməli birinci od qaydası. Orada əsas məsələ dərsi oradan başa düşdün. Bəs sonra nə eləyirsən yaxşı? Məsəl üçün mən gələn dəfə sual cavab eləndə sən dərsi çox gözəl qaydada mənə qaytara bilirsən. O hardan qaynaqlanır ki, məsəl üçün həmin mən sənə dərsi izah edəndə yaxşı cavab verirsən, o yerindəcə həmin gün izah edirsə, həm də ondan sonra dərsi yaxşı cavabını qaytara bilirsən, dərsi mənə qaytara bilirsən. İkinci səbəb nədən yaranır bə? Oxuyanda necə məsləhət verirsən ki, uşaqlar sənə baxıb o dərsi daha yaxşı öyrənə bilsinlər, səndən bir bilgi öyrənsinlər, öyrənmək qaydasında. Bir şeyi əzbərləmək, bir şeyi 3-4 dəfə oxuyub əzbərləməkdənsə, əgər bir uşaq öyrənə bilmirsə, həmin o dərsi 10 dəfə oxusunlar, öyrənsinlər. Yəni təkrar oxusunlar. Yox. Qarşıdan mənə deyə bilərsən, sən neçə dəfə oxuyursan bir dərsi? Mənə elə gəlir sən az oxuyarsan, çünki artıq səndə vərdiş yaranıbdır, həm də ki müəllimə də diqqətlə qulaq asırsan. Ən az 3. Ən azı 3 dəfə oxuyursan. Amma çox təəssüf ki, mən elə hesab edirəm, başqa uşaqlar da ən azı 3 dəfə oxusa, onların da yadında qalır. Uşaqların əksəriyyətində səbir yoxdur, oxuyur.